Məzə abituriyentlər, dəyərli şagirdlər, hər birinizə xoş gördük. 12 oktyabr 2025 tarixində UTK-nin keçirdiyi buraxılış fənləri üzrə olan sınaq imtahanı nəticələrinə diqqət edirik. Hal-hazırda şagirdin bədəlli Emiliyanın uğurlu sınaq nəticəsi üzərində testlərin izahını verəcəm. Birinci sualda choose a correct variant, doğru variant tələb olunur. O zaman cümlə tərcüməsindən ötə nöqtədən sonraki ismə diqqət edirik. Explanations, izahlar deməkdir, cəmsimdir. Much və little ümumiyyətlə cəmsim ala bilmir, çünki onlar sayıla bilməyəndən işlənir. Elə şagirdimizin götürdüyü cavab doğrudur. O zaman olacaq a few explanations and a lot of, hər ikisi cəmsim olar. 57-ci sualda isə relationship-dən söhbət gedəcək və biz o sözün sinoniminə diqqət etməliyik. Bu sıx əlaqə deməkdir, əməkdaşlıq deməkdir. Separation əksinə ayrıntı deməkdir. Competition yarış, argument mübahisə, distance məsafə. Doğrumuz elə A-dır. Connection əlaqə və əməkdaşlıqdan söhbət gedəcək. 58-də isə best definition sözlərin izahlı lüğətidir. Yəni ona uyğun olan həmin mənanı verən sözü tapmalıyıq. Feeling sure about yourself, yəni özünə əmin olmaq, əmin hiss etmək, and believing you can do things well və hər şeyi yaxşı edəcəyinə inanmaq. Bu nədir? Özünə inam, etibar. Courage, cəsarət, patience, səbir, wisdom, hikmət, ağıl, curiosity, maraq. Doğrumuz elə A variantıdır. Confidence, özünə inam deməkdir, razı deməkdir. 59-cu sualda isə possessive case, yelik halda onun ismi seçirik. This təkdədir apostrof cəmdə. Ümumiyyətlə D də boş apostrofdur. Yəni biz bilirik yelik hal of ola bilər. Tək isimlər üçün apostrof S, cəmdə isə S apostrof. Yəni bu üçlü formaya diqqət edirik. Ümumiyyətlə D də boş apostrofdur, belə bir forma yoxdur. Ümumiyyətlə C variantında isə those cəmdədir, apostrof təkdə uyğun deyil. İngilis dilində kəmiyyətlər bərabər olmalıdır. Sonra B variantında this cəmdədir, actors apostrofu təkdədir, doğru A'dır. The engineers project impress investors, yəni mühəndislərin layihəsi investorların diqqətini cəlb etdi, yəni təəssüratını yaratdı. O zaman burada cəm isim idi və cəm isimin də halaması doğru istifadə olunmuşdur. Doğrumuz elə A variantıdır. 60-cı sualda possessive case, yelik hal tələb olunur. O halda variantda diqqət edirik. His suitcase, ümumiyyətlə burada onun çamadanı yelik əvəzlikdir, hallama yoxdur. B variantında the two friends meeting lasted all night. Burada two ikidir, cəm iki dostdan söhbət gedir. Apostrof S apostrof olmalıydı, yanlışdır. Sam and Mary's hands, Sam və Mary'nin əlləri bədən üzvləri ortaq deyil. Sam'də də apostrof olmalıydı, yanlışdır. D variantına diqqət edirik. Few özündən sonra cəm isim alar. Cəm isimlərdə S apostrof, amma burada isə apostrof S yanlışdır. Elə doğrumuz şagird davam edirik. 61-ci sualda match the West to the definition. Sözlərin mənasına görə uyğun, yəni uyğunlaşmasını düzgün seçməliyik definitionu. To be fluent ill, yəni selist olmaq, bir dildə rahat danışmaqdır. O zaman doğrumuz to be able to speak a language easily and well, yəni bir dildə rahat və sərbəst danışmaq, deməli 1B olacaq, doğrudur. 2-də isə essential, very important and necessary, çox vacib deməkdir. 2A-dır. 3-cüdə isə connected, sıx və bağlı deməkdir, yaxın deməkdir. O zaman linked or related to something olacaq. Deməli 1B, 2A, 3C elə şagirdimizin seçdiyi kimi doğrumuz C variantıdır. 62-ci sualda isə choose a correct variant, yəni artikellara işarə vurur. O zaman birinciyə diqqət edirik. İst var, sifətin üstünlük dərəcəsi konkretdə SMOS şəklində olmalıydı, yəni Z-dir. İkinci dünya yeganə varlıqdır. Yeganə varlıqlar Z ilə işlənir. Elə doğru cavabımız da C variantıdır. 63-cü testdə isə choose a nouns in a plural, cəmdə olan isimlər tələb olunur. O zaman A variantında ümumiyyətlə cəm isim yoxdur. Biz bilirik ki, toplular, simetrik isimlər, kök dəyişənlər cəmdədir. My language, ümumiyyətlə bu cümlədə xəbər tək, isim tək, furniture, isim tək, xəbər tək. B-də də gender is xəbər və isim təkdədir. Doğrumuz isə these theories are used for evaluation və these theories are və hər üçü isimdə, işarə də, xəbər də cəmdədir və kəmiyyət olaraq düz uzlaşmışdır. Doğrumuz elə C variantıdır. Növbəti 64-cü testə diqqət edirik. O zaman there is answer to support researcher's claim. Yəni tədqiqatçının iddiasını dəstəkləmək üçün bizim cavabımız var. Yəni cavab var. O zaman cavab sözünə baxırıq. Answer saytla başlayır. Yəni is də bizə sayılan tək isimdə tək artikel tələbini göstərir. O zaman saytla başladığından biz n-dən davam edirik. Z-də olmaz. İki versiyada. İkinci tərəfdə isə tədqiqatçının iddiası dəqiq göstərdiyindən həm də summitlə başlayır. N verə bilməli, doğrumuz D-dir. There is an answer to support the researcher's claim. Digər testin izahı ilə 65-ciyə diqqət edirik. Choose a line of combined nouns, mürəkkəb isimlər tələb olunur. Mürəkkəb isimlərdə şəkilçi yoxdur. Şəkilçiləri bir mənalı atırıq və doğru variantımız iki variant C və D arasında qalırıq. Doğrumuz D-dir. İki hissədən ibarətdir. Behave və davranış sadə sözdür. Ona görə D elə doğru cavabdır və bura qədər olan hissədə şagirdimiz hələ ki doğru cavablar nümayiş etdirib. 66-cı testə baxırıq. Uncountable noun, yəni sayıla bilməyən isim seçmə tələb olunur. A variantında car bilirik ki, sayılan isimdir, cəmlənən isimdir. Book kitab sayılan isimdir. Notebook dəftər sayılan isimdir. Cat pişik sayılandır. Amma D variantı elə doğru cavabdır. Weather ümumiyyətlə hava sayılmır, havalındadır. Furniture mebel sözü sayılmır, növləri sayılır. Wisdom hikmət, ağıl, yəni mücərrəd isimdir, sayılmır. 67-ci suala diqqət edirik. Singular nouns, təkdə olan isimlər. O zaman diqqət edirik testlərimizə. Newcomers cəmdədir, several oxen cəmdədir, geese cəmdədir və burada outcomes cəmdədir. Doğrumuz B-dir. The equipment was tested yesterday. Ləvazimat dünən test olundu, yəni yoxlanıldı və təkdədir. Xəbərimiz də təkdədir. Doğrumuz elə B variantıdır. 68-ci sual B-dir. 68-ci suala diqqət edirik. Antonimlər tələb olunur. Rapid, fast, hər ikisi sürətlidir sinonim. Brave, courageous, hər ikisi cəsarətlidir sinonim. Intelligent, smart sinonimdir, ağıllı. Doğrumuz elə 2 və 4-dür. O zaman large, tiny, böyük, balaca, cheerful, cheerful, şən və qəmgin. İndi isə qısa mətnimizin izahına keçək. Mətnimizdə ilk baxan kimi aprelin 5 2024-də The London Library announced, London kitabxanasının elanını görürük. Deməli burada artıq elandan söhbət gedir, amma C-də isə didn't make an announcement. Heç bir elan olmayıb. Bu yanlışdır. Sonra biz diqqət etsək free reading sessions, pulsuz oxu təlimləri, amma orada pay var, ödəniş deməli yanlışdır. Eyni zamanda mətnə diqqət etsəz every Saturday, hər şənbə günü, amma orada isə hər gün nəzərdə tutulur və mətnimizə diqqət etsək və bu oxu təlimləri for children and young people, uşaqlar və gənc, yəni insanlar, gənclər üçün idi. Amma burada isə yalnız yeniyetmələr, deməli doğrumuz elə B-dir. The library asks children to bring their favorite books and to read in its sessions. O zaman uşaqlara öz sevdiyi kitabların da gətirilməsi təklif olunur. Bəli, bu mətndə var, ona görə B doğru cavabdır.
İkinci mətnimizdən davam edirik. İkinci mətnimizdə isə Mrs. Parker, cənab Mrs. Parker'dan söhbət gedir. Mrs. Brown Miss Parker'a yazmışdır məktubu. Ona diqqət edirik və görək məktubda nədən söhbət gedir. My son David is currently attended art painting classes at your studio. Yəni mənim oğlum David sizin resim qalereyasında dərslərə qoşulmuşdu müntəzəm. Unfortunately, due to moving to another city, he won't be able to continue his studies. Yəni başqa şəhərə köçmə səbəbindən artıq o təhsilini davam etdirə bilməyəcək. Ona görə diqqət edirik. Evdə deyir ki, xanım Brown Parker'dan dərsləri təxirə salmalı. Xeyr, təxirə salmalı çünki onlar şəhər dəyişir. Sonra David has completed the entire and is waiting for payment. Ödəniş üçün ödəniş söhbəti deyil. A variantında isə Mrs. Brown requests her son to start a new art course. Xanım Brown oğluna yeni bir resim qalereyasında dərsə başlamağı gələn ay təklif edir. Belə bir şey yəni mətndə keçməmişdir. B və C variantına diqqət edirik. David will continue the art course after moving another city. David başqa şəhərə köçəndən sonra o təhsilini davam edəcək resim təhsilində belə bir məlumat yoxdur. Doğru mu C-dir? Mrs. Brown asked to give information about the certificate for finished classes. Bəli, bitirilən dərslər üçün xanım Brown, yəni Davidin bura qədər olan dərsləri üçün bitdiyinə görə sertifikatı necə əldə edəcəyini xahiş edir. Bəli, B-də isə elə həmin cavab, daha doğrusu C-də həmin cavab keçmişdir. İndi isə digər qısa mətnə baxırıq. Mətni yazanımız xanım Lane Mrs. Harris'e yazmışdır. I am writing inform you that our school choir will visit your music center next Friday. Yəni yazıb sevindirəm ki, bizim məktəb xorumuz sizin mərkəzə, yəni musiqi mərkəzinə növbəti 5-ci gün baş çəkəcəkdir. O zaman diqqət edirik. Mrs. Harris writes to Mrs. Lane about his new workshop. Yeni deməli cənab Harris xanım Lane yeni təliminin keçirəcəyini, yəni orada yeni təlim keçəcəyi haqqında məlumat verir. Əksinə məktubu yazan Lane idi. Yəni ona görə sonuncu variant yanlışdır. The school choir will perform at music center next Monday. Növbəti 1-ci gün deyil, burada isə Friday keçmişdir. Yanlışdır. The students will visit the music center to sing a song. Mahnı oxumaq üçün deyil. Mətndə isə göstərir ki, to learn about the history of music, musiqi tarixi, eyni zamanda are excited to see the instruments. Musiqi alətlərini də görmək, yəni həyəcanlı olacaq. Şagirdlər üçün maraqlı olacaq və onlar musiqi tarixini öyrənəcək. Yəni bu da yanlışdır, mahnı oxumaq deyil. A variantında Mrs. Lane invites Miss Harris to join the school choir. Mrs. xanım, yəni Lane, Mr. Harris'ə məktəb xoruna qoşulmağı deyil. Burada isə I'm writing to inform you. Yəni məlumat verir ki, bizim xor dərnəyimiz sizin musiqi mərkəzində növbəti 5-ci gün, yəni gələcəklər, baş çəkəcəyini deyir. Ona görə də və orada bir təklif irəli sürür ki, if you could prepare short workshop, yəni uşaqlar üçün qısa belə deyək, orada təlim keçsəniz, yəni qısa bir təlim, o zaman biz onu daha yaxşı qiymətləndirərik. Yəni belə bir təklif irəli sürür. Qısa təlimdən söhbət gedəcək. O zaman doğrumuz elə bedir. Mrs. Lane asks to organize a small workshop for the choir children, students və yaxud da. Yəni xor dərnəyinin şagirdləri üçün orada qısa bir təlim istəyir. Davam edirik növbəti. Növbətidə isə böyük mətnimizdir. Böyük mətnimizdə isə thyme, kəklik otudan söhbət gedir. Is famous herbal, yəni məşhur bitkidir. Is used in Azərbaycan, Azərbaycanda and around the world, dünyada yəni istifadə olunur. And its strong smell and health problems, it's known. Yəni o məşhurdur gözəl qoxusuyla, eyni zamanda müalicəvi bitkidir. Və bitkinin harada belə deyək, yetişdiyi mətndə göstərir. Grows in the mountains, xüsusən dağlıq ərazilərdə. Dry and sunny places, sunny areas, quru və günəşli yerlərdə. People can find it places like the Western Caucasus and Talış Mountains. Ən əsas insanlar onu Qərbi Qafqaz və Talış dağlarında yəni tapa bilərlər. Eyni zamanda Naxçıvanda da məşhur, yəni Naxçıvan kəklik otusu da məşhurdur özəlliyi ilə, qoxusuyla. İkinci isə mətndə kəklik otudan this plant təsvir verilib. Is small, yəni balaca bir bitkidir. Tiny purple or pink flowers. Yəni balaca bənövşə və yaxud da pəmbə çiçəkləri ilə, eyni zamanda short green leaves, yəni qısa yaşıl yarpaqları var. O zaman davam edirik. İnsanlar onu, yəni bu bitkini sevirlər. In tea and food, yeməkdə və çayda istifadə edirlər. Sonra thyme is used to treat colds, sore in stomach problems. Eyni zamanda kək otu soyuq dəymə müalicəsində, boğaz ağrılarında, even stomach, yəni mədə problemlərində istifadə olunur. It's also good for cleaning the air and helping people relax. Eyni zamanda insanlar hava təmizləyici kimi qoxusundan istifadə edir və rahatladıcı təsir bağışlayır insanlara və mətndə digər different types, yəni müxtəlif növləri göstərilir və nəyə görə where they grow. Yəni onların müxtəlifliyi onların yerləşdiyi ərazidən asılıdır. Rəngi də, qoxusu da ona görə dəyişir. And the best quality thyme is clean mountain smell and bright flowers. Ən gözəl keyfiyyətlisi dağ kəklik otusudur. Onun da rəngi və qoxusu daha gözəl olur və eyni zamanda kəklik otu fermerlərin və herbal sales, yəni bitki satışından məşğul olan insanlar onu daha çox yəni qurudurlar, belə deyək. Elə qurudurlar ki, qoxusu və belə deyək keyfiyyəti üzərində qalır. Və sonuncu cümlədə isə today thyme isn't only used at home. Təkcə yəni evdə istifadə olunmur, but also in pharmacies and herbal shops. Yəni bitki satılan mağazalarda, təbabətdə, yəni farmasevtlər də onu istifadə edirlər. Yəni ona görə də məşhur bitkidir. Və indi isə qısa mətnin özətinə baxdıqdan sonra 72-də isə suallara cavab veririk. Nəyə görə Azərbaycanda məşhur idi? Ona görə ki, onun qoxusu gözəldir və təbabətdə sağlıq problemlərinə faydalıdır. Ona görə cavabımız elə E-dir. Məsələn, A-da deyir çox bahalıdır, B-də deyir başqa bitkilərlə əvəz olunur, C-də deyir balla qarışdırılır, D-də yalnız şəhərdə yetişir. Yəni bu məlumatlar mətndə yox idi. 73-cü suala diqqət edirik. Mətnə görə doğru cavab verməliyik. Bu bitki birinci cümlədə göstərilir ki, kəklik otu treat health problems, yəni sağlıq problemləri müalicəsində istifadə olunur. Yəni təbabətdə bəli bir doğruydu. 2-də isə it grows well wet and cold places, soyuq və yağıntı olan ərazilərdə, xeyr əksinə quru və günəşli yerlərdə istifadə olunurdu. Daha doğrusu bitirdi bu bitki. Bir doğrudur, 2 yanlışdır. 3-də people dry thyme carefully to keep its power. Yəni qoxusunu saxlamaq üçün onu daha belə deyək, həssas şəkildə ona yanaşırlar, qurudurlar. Bəli, 3 doğruydu.
Deməli doğrumuz elə 1-3-dür. 4-də isə the thyme leaves are long and dark. Kekotunun yarpaqları uzun değildi mətndə, qısa göstərilirdi. Ona görə doğrumuz 1 və 3-dür. Növbəti suallara cavab veririk mətnimizlə bağlı. The passage is mainly about mətnimiz nə haqqdaydı? A variantı da traditional mountain food, yəni ənənəvi belə deyək, dağda yaşayan insanların belə deyək, yemək reseptlərindən bəhs etmirdi. Why people grow herbal plants, yəni insanlar nəyə görə bitkiləri yetişdirir o halda? Məlumat yox idi. Different types of plants in national cuisine, yəni milli mətbəxdə müxtəlif olan bitki növlərindən xeyr belə bir məlumat yox idi. The story farming in Azərbaycan, Azərbaycanda fermerlərin tarixi fermer təsərrüfatından deyildi. Doğrudur. Famous herbal plant and its special uses, yəni məşhur bitki və onun öz xüsusi istifadəsindən söhbət gedirdi. Bəli, kekotudur. 75-də the best quality time is chosen because ən yaxşı keyfiyyətli kekotu harada bitirdi və mətndə qeyd olunmuşdu ki, dağlarda, yəni 3 doğrudur. Və dağda bitən kekotunun eyni zamanda rəngi də parlaqdır, qoxusu da, yəni 1-3 doğru cavabdır. 2-də isə deyir yalnız şimal rayonları, əksinə qərb və Talış dağları göstərilmişdi. Is always mixed with other herbs, başqa bitkilərlə qarışıq istifadə olunur. Xeyr, olunmurdu, mətndə yox idi. Elə də doğru cavabdır. 76-da isə false, according to passage, mətnə görə yanlış olan. Məsələn, birincidə tea and cooking, yəni çayda və yemək bişirərkən insanlar istifadə edirdi. Bizə bu doğruydu. Amma bizə isə deyir yanlışı seç. 2-də. O yalnız Talış dağlarında xeyr, çünki qərbində də Azərbaycan qərb bölgəsində daha doğrusu yetişirdi. It's sold in pharmacies and herbal shops. Bəli, farmasevtlər və bitki satılan dükanlarda, herbal dükanlarda satılırdı. Bəli, bu doğruydu, amma bizə isə yanlış məlumat lazımdır. 4-də isə the plant has large flowers and yellow leaves. Yellow deyildi, yarpaqları yaşıl idi, gülləri də small flowers, balacaydı. Ona görə yanlış məlumatlarımız mətndə keçməyən 2 və 4-dür və doğrudur.